siyasi açıdan yön verməsi ilə bağlı ciddi işlər lazımdır ki, o yön Əslən, verməsində mahal başqa yerinə Mahmud geçecek. bəy, çox gözəl, önəmli məsələ işarə edir. Heyfdir mən bunu deməyim. Bu millətin, Türk millətini deyirəm, arşivlərə siz diqqət eləyin. Baxın, bu Məhsa Əmini inqilabında ya ondan qabaqdaşı demək olar olaylarda çox otur fikirlə bu olaylara tərəf getdilər. Çox belə az olaraq, yəni öz mənfəətinə baxaraq. Bu yandan gəlib bu ehsas xətəri eləmək kütlə tərəfindən iddiai ərazilərinə görə həmən milyonlar insan töküldü eşiyə. Bu yandan demək olar opozisiyon idi, mücadil xalq idi. Bunlar hamısı dedilər, Azərbaycan Milli Hərəkatı adında bir şey yoxdur. Bunlar ölüblər. Bir siyasi demək olar ölüm prosesi bunlarda gedir. Amma bu demək olar siz dediyiniz kimi etirazlar, açıqlar, çıxışlar dedik, xeyr, biz varıq və hər şeyi incə-incə diqqətə nəzərdə almışıq və öz olaylarımıza, öz çıxarlarımıza görə xiyabana gəlirik. Öz çıxarlarımıza görə açıqlarımızı biz göstəririk və sizə görə deyil. Əgər siz bizi boykot eləyirsiniz, biz sizi daha yaxşı boykot edə bilirik. Biz daha sizi yaxşı öz nəzərimizdə ala bilirik və diqqətinizi bir özümüzə tərəf çəkə bilirik. Necə ki gördük, mücadil xalqlar elə həmən Urmi qəziyyəsindən sonra Türk yayım proqramlarını başladılar. Azad Azərbaycan adında bir telegram qrupu açdılar. Öz nəzərlərinə demək olar bu millətin zatlarının üzrə tərəf çəksinlər. Buyurun, necə sözün davamımız var? Mən eşidək, yoxsa Məclis bəy eşidək? Bir gün Məclis bəy dinləyək. Çoxdan. Bəli. Təşəkkür edirəm Sayın Mahmud bəy. Məclis bəy, Sayın Mahmud bəy də həm siyasi məhbuslarımıza görə danışdı, həm də bu son olaylar ki oldu. Ancaq Urmi qəziyyəsinə görə bugün sizdən eşitdik sizin nəzərlərinizi. Siz necə dəyərləndirirsiniz? Araz bəy, bütün gedişatdan bəllidir ki, İran yaxında ciddi bir çalxantı yaşayacaq. İndi ya Amerikanın və İsrailin şərtlərini qəbul edəməyəcək bir hava hücumu ilə qarşılaşacaq. O şəkildə bir çalxantıya doğru gedəcək. Ya yox, elə vaqəən olan şərtlərin hamısını qəbul eləyəcək, amma bu dəfə xəli silah olacaq. Rejimin genə fərqli bir şəkildə bir Məclis bəy, bağışla, hər iki halətdə elə uduzan yenə İran rejimi olur. Hər iki halətdə də uduzan rejim İran rejimidir. Çünki tərəfin əlində çox güclü kartları var, o tərəfin dəsti bərtəri var, mövqeyiyyəti güclüdür. İranın əlində heç bir kart yoxdur. İki dənə oyunçu düşünün ki, oturublar masaya vərəq oynayacaqlar. Birinin əlində doludur kartla, o birinin əlində heç bir kart yoxdur. Da zaten bəllidir də kim qazanacaq? O ki, əlində kart yoxdur, necə qazanacaq ki? Kartların hamısı o biri tərəfin əlində. Bu 3 dənə bunda kart olsaydı, 5 dənə onda kart olsaydı, deyərdin ki, bəlkə bunun da bir şansı var. Bu dəqiqə İran rejiminin əlində kart yoxdur. Ekonomi yox, məşruiyyət yox, doğru düzgün silah yox, ordu yox. Bir dənə yalandan muşaki sistemi düzəldiblər. Burada atır, bəlli də gedir, çölə düşür, yarısı düşür İranın içinə. Nə bilim, niyabətilər getdi, həstəyi bəlli də. Yəni İranın bu dəqiqə Amerikaya qarşı qoya biləcək əlində heç bir kart yoxdur. Dolayısıyla hər türlü bu oyunda İran utuzacaq. İran bazen nədir? Yəni bunun əksini düşünmək, necə deyirlər, biraz belə elə verdiyim misal kimindir da, biləxərə sən ki, əlində bir kart olasa ki, sən utasan. Dolayısıyla İran müzakirəyə getsə də, getməsə də, bu şərtləri qəbul etsə də, etməsə də, enində, sonunda, başında utuzan İran rejimi tərəfi olacaq. Bu demək deyil ki, mənim nəzərimə, illa ki 100% 100% biz burada rejimin yıxılmasından söhbət edirik. Bəlkə yıxılmaya da bilər, az bir ehtimal. Amma elə bu rejim ayaqda qalmaq surəti ilə də çox ciddi bir çalxantıya girə bilər. Yaxşı, siz məsələ düşünün Səddamın cəngi Xəlici Farsdan sonraki vəziyyətini. Məsələ Səddam qalırdı, Bəğdaddaydı, amma nə cünuba kontrolu var idi, nə şimala kontrolu var idi. Ciddi bir dənə bir turbulansın içində idi. Xələyə düşmüşdü Əraq. Yəni o cür bir şeylər də ola bilər. Yəni indidən təxmin eləmək çətindir. Amma hər halükarda bizi biləxərə ilgiləndirən, əlaqələndirən məsələ budur ki, gələcək bu çalxantılı dönəmdə ki,
hala dəqiqən bilmirik nələr olacaq. Bəlkə rejim aşdı, bəlkə aşmadı, bəlkə cəngi oldu, bəlkə cəngi olmadan fərqli bir proses yaşandı. Bizi ilgiləndirən dərvəhli əvvəla İranın ümumiyyətlə türklərinin müqəddəratıdır, elə Qəşqayisi ilə, Xorasanı ilə, Türkməni ilə falan və özəlliklə də Güney Azərbaycan türklərinin və Güney Azərbaycanın müqəddəratıdır. Və Mahmud bəyin də dediyi kimi, məncə burada bizim millət olaraq stratejimiz elə azadlıq, ədalət, milli hökumət olmalıdır. Odur da bizim təşkilatlarımızın da, milli fəallarımızın da, içəridəki fəallarımızın da, hətta mən yəni bunu da mən düşünürəm və ciddi mənada bunu inanıram ki, bu dəqiqə rejimin silahlı və silahsız bədənəsinin içində olan Azərbaycan türklərinin də əksəriyyətinin elə zehniyyəti bu yöndədir. Yəni elə sipahında, bəsicində, ərteşində, polisində, üstandarisində, fərmandarisində, nə bilim idari bərqində, idari abında olan türklərin də zehniyyətindəki yol xəritəsi budur. Mən buna inanıram. Və bizim toplumumuzun da verdiyi, necə deyirlər, imaj da göstərir ki, toplum da elə bu yöndədir. Urmiyə olayları, Təbrizdə yaşanan olaylar, Zəncandan gələn mesajlar, Həmədandan gördüyümüz məsələn o mənzərələr, yaxşı. Dolayısıyla mən fikir edirəm ki, təhtə hər şərait biz biləxərə bu azadlıq, ədalət, milli hökumət stratejisinin doğrultusunda İndi kimisinə görə bu ədəmi mərkəziyyət ola bilər bunun təbiri, kimisinə görə federalism ola bilər, kimisinə görə konfederalism ola bilər, kimisinə görə istiqlal ola bilər. Bunların hamısı ola bilər. Bu biraz yolda bəlli olacaq və şərait təyin edəcək bunu. Amma biləxərə biz həqqi təyini sərnişti və milli hökuməti özümüzə bir dənə qılavuz olaraq, yəni rahnima və necə deyirlər, yol xəritəsi kimi. Yol xəritəsi olaraq qəbul edirik. Həm milli hərəkət, həm millət, həm mən inanıram ki, elə bu sistemin və rejimin içində olan əksər Azərbaycanlı və türklər də elə bu istiqamətdə düşünürlər və bunların biz elə Sovetlərdə də bunu gördük. Elə Quzey Azərbaycanın istiqlal prosesində də bunu gördük. Zamanında elə bu üç ayaq bərabər hərəkət eləməyi başaracaqlar. Elə həm millət, həm milli hərəkət, həm sistemin içindəki milli məfkurəli nirular. Amma bu arada bir dənə önəmli bir məsələ ki var. O da Qərbi Azərbaycan məsələsidir. Hakeza Xəzər sahillərindəki bizim torpaqlarımızda Astara, Əncəliyə qədər. Yəni bunlar bizim üçün çox kritikdirlər. Və biz bunu bilirik ki, düşmən və Azərbaycanı sevməyənlər, Türk millətini sevməyənlər uzun zamandan bəridir ki, burada bir tərh bərnamə tökürlər. Bu ta Rızaxan zamanından bəri gələn bir şeydir və Rızaxan da bunu əsasında Ruslardan iqtibas eləmişdir. Rusların İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda elədiyi siyasətdən iqtibas olan bir şeydir. Hakeza Bakıda ki, Quzey Azərbaycan tarixini bilirik də, Bakıda nələr yaşandı, İrəvan nə oldu, Qarabağ nə oldu. İran dövləti də eynisini iqtibas eləyib Güney Azərbaycanda icra eləyib. Güney Azərbaycanı Türkiyədən və Xəzərdən və Türkistandan ayırma siyasətidir bu. Ki bunun ən bariz nümunəsini biz bu Fərvərdin ayında, bu bayramda yaşadıq. Doğru. Novruz bayramı adı altında ələni aşkar. Mən əlbəttə bunu da deyim, mən Urmiyədə Kürd əqəlliyyətinin kültürel haqlarının yaşaması ilə heç bir problemim yoxdur. Şəxsən, təşkilat olaraq da biz bir problemimiz yoxdur. Kürd əqəlliyyəti varsa, onun haqları da var. Onlar da Azərbaycan vətəndaşıdırlar, Azərbaycan şəhərvəndidirlər. Şadlıqlarını da eləyə bilərlər, şənliklərini də eləyə bilərlər, kültürel haqlarını da yaşaya bilərlər. Bütün haqlarını yaşaya bilərlər. Amma bu fərq eləyir, sən gətirəsən bir PKK mitingi qurasan Urmiyənin şəhər mərkəzində, kimin əli ilə? Zindəşlinin əli ilə. Kimin əli ilə? Hakim Məməkanın əli ilə. Hakim Məməkani ki biz bilirik, bir əli Sipahi Qudsun əlində, bir əli PKK-nın əlində. Yəni Kürd əqəlliyyətinin kültürel haqqı ilə Hakim Məməkanın və Zindəşlinin Sipahi Qudsunun və PKK ilə bərabər Urmiyədə film bezəməsi fərqli şeylərdirlər bunlar. Bunları doğru ayırmamız lazım.
və Urmiyədə bizim millətimizin o böyük hərəkəti, tarixi hərəkəti ki, həm İran dövlətinin əlini qoydu xınaya, həm bu terror təşkilatlarının əlini qoydu xınaya. İran dövləti güya orada çalışırdı ki, Türkiyəyə bir Kürd, Ələvi mesajı versin, kartı oynasın, oyunu oynasın. Amma oradan bir dənə Türklük volkanı çıxdı ortaya və hamını şaşırtdı və İran dövlətinin əlini qoydu xınaya. Bizim millətimizin orada əksül əməli Kürd əqəlliyyətinin kültürel haqlarına değildi. Terör təşkilatlarının artıq tamahlıq və iddiayı ərzisinə idi. Və orada Zindeşdinin, Məməkanın organize elədiyi Urmi Kürdistanlı şuarına idi. Yoxsa bizim heç bir əqəlliyyətinə bir problemimiz yoxdur. Doğru. Və bizim millətimiz göstərdi ki, Urmiyədə baxın, Urmiyə həqiqətən Urmiyə millətinin, Urmiyə cəmaatının çox yüksək dərəcə siyasi şuuru və qabiliyyəti var. Urmi gölü olayları dünya tarixində istisnai olaylardır. Heç bir dünyada bu qədər ki, hələ o illərdə 2011'də ki, mən də olayların içindəydim və tutuldum da. Hələ Urmi gölü olaylarının başının, yəni Urmi gölü faciəsinin əvvəlləri idi, başı idi. Hələ Urmi gölü doğru düzgün qurumamışdı. Gedirdi ki, qurusun. Ki, o hadisələr ortaya çıxdı və Urmiyə göstərdi ki, nə qədər şuurlu və dərin bilincə sahib bir toplumdur. Və indi bu Fərvərdin, 2 Fərvərdin məsələsi. Və hakeza biz bugün görürük ki, Təbrizdə Zəncandan gələn, Ərdəbildən gələn, Həmədandan gələn, mən Həmədandan maşın plakası gördüm məsələn, Arazın yüzdə dostlarımız yaymışdılar. Təbrizin özündən, Urmiyədən, Qoşaçaydan, hər yerdən, Azərbaycanın hər yerindən 120 min, 130 min insan bir səslə hayqırırlar. Urmu Türkdür, Türk qalacaq. Bu torpaqdan pay olmaz. Urmu Kürdistan olmaz. Bu yüksek bir siyasi bilincin, yüksek bir siyasi səviyyənin göstərgəsidir. Və mən yenə də təkid edirəm. Bu, Azərbaycanda yaşayan əqəlliyyətlərə qarşı yönəlmiş bir hərəkət deyil. Bunu yanlış anlamayaq. Bu, bizim Azərbaycanda yaşayan, bizim vətəndaşımız olan əqəlliyyətləri sui-istifadə eləməyə çalışan terror örgütlərini, hakeza İran şəhri şubi cərəyanın və özəlliklə başda olmaq üzrə PKK'nın və Hizb-i Demokrat kimin cərəyanların iddiayı ərzilərinə yönəlmiş bir hərəkətdir. Həqiqən. Ki biz hətta elə Urmiyədə və Azərbaycanda yaşayan əqəlliyyətlərin də haqlarını müdafiə etmək durumundayıq. O İran şəhri şubi faşizminə qarşı və o PKK demokrat terrorizminə qarşı. Doğru. Sen Məzbət çox gözəl, önəmli nöqtəyə işarələdin. Biri var, bilmədən alət olursan, bilmədən. Bir milləti bilmədən, bir toplumu bilmədən alət edilir. Biri var, bilə-bilə özün istəyərək alət olursan. Kürt məsələsi çox açıq bir mesajdır. Mesaj verdi, mesajı var. Baxın, bu Zindoşdu ki siz dediniz, ya Məməkan ki dediniz, bunlar Zindoşdun özü əslən idarə ittiratın amilidir. Yəni bunu açıq, aydın Kürtlər də bilirlər, opozisyon da bilir, Türk də bilir, Fars da bilir və Türkiyədə nə qədər bu siyasi fəalları tutub, qaçaq edib İrana transfer edib, ya əslən bəzini öldürdü. Bu Zindoşdu. Bu yöndən Zindoşdu gəlir Batı Azərbaycanda Kürtlərə rəhbərlik edir, liderlik edir. Həmən Kürdü ki, Cumhuri İslami ilə müxalifətlik edir, Cumhuri İslami ilə savaş elan edir. Gəlib idarə ittiratın bir dənə amili, güclü amili gəlib bunlara liderlik